İflic insanlar üçün yeni implant. Amerika Birləşmiş Ştatındakı startup Paradromics beyin kompüter interfeysi sayəsində inqilabi bir addım atıb. Şirkət paraliçli insanların danışıq qabiliyyətini bərpa etmək məqsədi ilə miniatür elektrodları motor korteksinə yerləşdirən implant üzərində işləyir. Bu elektrodlar neyron aktivliyini izləyərək siqnalları xarici modula ötürür. Orada süni intellekt alqoritmləri həmin siqnalları mətnə və ya sintetik danışığa çevirir. Tədqiqatçılar kiçik könüllü qrupu ilə başlayır. İştirakçılara cihaza uyğun olaraq implant qoyulacaq və onlar sadəcə düşündükləri cümlələri ifadə edəcək. Sistem neyron modelləri öyrədərək onların beyin fəaliyyətinə əsaslanan fərdi nümunələr quracaq. Eyni zamanda alimlər cihazın hərəkət siqnallarını da tanıyıb kompüterin kursoru və digər vasitələr üzərində idarə imkanını araşdıracaqlar. Belə bir texnologiya paraliç səbəbindən dil qabiliyyətini itirmiş insanların həyatında dönüş nöqtəsi ola bilər. Paradromics'in implantı insanların düşüncələrini real vaxtda danışığa çevirmək üçün nəzərdə tutulub. Masturbasiya qadınların əhval-ruhiyyəsi və yuxu keyfiyyətini yaxşılaşdırır. Xüsusilə menopauza dövründə olan qadınlardan ibarət tədqiqat bunu göstərib. 40-65 yaş arası 1178 qadın üzərində aparılan sorğuda qadınların təxminən 5də biri masturbasiya sayəsində simptomların yüngülləşdiyini bildirib. Ən çox təsir yuxu problemləri və əhval-ruhiyyə dəyişikliklərində müşahidə olunub. Respondentlərin yarısı həkim tövsiyəsi ilə bu metodu sınamağa hazır olduğunu bildirib. Tədqiqatçılar vurğulayır ki, hormon əvəzləmə terapiyası menopozda ən çox istifadə edilən üsul olsa da, masturbasiya az riskli, əlçatan və effektli alternativ olaraq nəzərə alınmalıdır. Diabet riskini azaltmaq mümkündür. Şəkərli diabet xəstələrinə xoş xəbər var. Qarşısını almaq və ya gecikdirmək mümkündür. Bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva səhiyyə.gov.az saytına verdiyi müsahibədə danışıb. Həkim bildirib ki, şəkərli diabet riskiniz varsa, onun qarşısını ala bilərsiniz. Belə ki, şəkər xəstəliyinin idarə olunmasında müntəzəm fiziki aktivlik mühüm rol oynayır. Gündəlik məşqlər bədənin insulinə həssaslığını artıraraq qan şəkərinin səviyyəsini stabilləşdirir. Həftənin 5 günü, gündə ən azı 30 dəqiqə idman və ya fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Gəzinti, üzgüçülük və ya yüngül idman növləri şəkər xəstələri üçün tam uyğundur. Həmçinin çəkiyə nəzarət diabetin qarşısının alınmasının vacib hissəsidir. Belə ki, sağlam qidalanma planına əməl etmək, hər gün qəbul etdiyiniz kalorilərin miqdarını azaltmaq olduqca vacibdir. Bundan əlavə rasionunuza çoxlu miqdarda tərəvəz və meyvə, tam taxıllı, paxlalı bitkilər daxil etmək. Eyni zamanda qırmızı ət istehlakını məhdudlaşdırmaq tövsiyə olunur deyə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva vurğulayıb. Övladımızın qatili ChatGPT-dir. Amerikalı ailə 23 yaşlı Zeyn Şamblinin ölümü ilə bağlı süni intellektə qarşı məhkəmə iddiası qaldırılıb. Onların fikrincə ChatGPT söhbətləri onun ailə üzvləri ilə əlaqələrini kəsməyə, təcrid hissini dərinləşdirməyə və psixi sağlamlığın pisləşməsinə səbəb olub. İddia sənədlərində qeyd olunur ki, Zeynə ailəsindən məsafəni qorumaq məsləhəti verilib. Bu da onun izolyasiyasını gücləndirib. İttihamçıların sözlərinə görə süni intellekt kamera effekti yaradıb və istifadəçi təkcə chatbotla qalaraq real münasibətlərdən uzaqlaşdırılıb. Psixiatrlar bunu sekta liderlərinin manipulyasiyasına bənzədir, əvəzsiz diqqət və tərif asıllıq yaradır. Bu iddia süni intellektə qarşı irəli sürülən bir neçə məhkəmə işindən biridir. 4 ölüm hadisəsi və 3 psixoz halı şikayət predmetidir. Ekspertlər bildirirlər ki, belə hallar süni intellektin zərərli dövr yaratma potensialını göstərir. Real insan münasibətlərinin yerinə süni intellektlə virtual əlaqə toksik asıllıq yaradır. Hansı banan daha faydalıdır? Bananın rəngi və dadı dəyişdikcə onun tərkibi də dəyişir. Mütəxəssislər dietoloq Avery Zenker və qidalama üzrə müəllim Amanda Sauceda bananın yetişmə dərəcəsinə görə hansı şəraitdə daha faydalı olduğunu izah edib. Yaşıl və sərt bananlarda şəkər minimum, nişasta isə maksimum olur. Mütəxəssislər bildirib ki, bu nişasta bağırsaqdakı faydalı bakteriyaları qidalandıran prebiotik kimi işləyir. Qan şəkərini
stabil saxlayır və toxluq hissini uzadır. Bu bananlar diabet riski olanlar və həzm sistemini yaxşılaşdırmaq istəyənlər üçün idealdır. Lakin idmançılar məşq öncəsi ağırlıq hiss etməmək üçün ehtiyatlı olmalıdır. Tamamilə sarı, yumşaq bananlar şirin və asan soyulanlardır. Bu mərhələdə nişasta tamamilə təbii şəkərlərə çevrilir. Lifin miqdarı azalır, lakin antioksidantlar və vitaminlərlə zəngin olur. Bu bananlar məşqdən əvvəl enerji mənbəyi kimi, həmçinin ürək və damar sağlamlığını dəstəkləmək üçün əla seçimdir. Qabığı qəhvəyi, ləkələrlə örtülmüş bananlarda şəkər miqdarı ən yüksəkdir. Şəkər səviyyəsinə nəzarət edənlər üçün yüksək şəkər tərkibinə görə ehtiyatlı olmaq lazımdır. Ən çox şəkər və antioksidantlar qəhvəyi, qara rəngli bananlarda olur. Bu bananlar adətən şirniyyat və smuzilər üçün idealdır. Mütəxəssislər vurğulayıb ki, xeyirli və ya ziyanlı banan yoxdur. Hansı bananın faydalı olması sizin sağlamlıq məqsədlərinizə və ehtiyac olan qida maddələrinə bağlıdır. İnsulinə hücum edən hüceyrələr tapıldı. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin Perelma tibb məktəbinin alimləri birinci tip şəkərli diabetin yaranmasına gətirib çıxaran erkən immun dəyişiklikləri müəyyən edib. Tədqiqat Science Immunology jurnalında dərc edilib. Mütəxəssislər 43 donorun mədaltı vəzinə yaxın limfa düyünlərindən və dalaq toxumasından götürülmüş nümunələrdə milyon immun hüceyrəsini analiz edib. Nəticələr göstərib ki, xəstəliyi aktiv şəkildə inkişaf edən İnsanlarda CD4 tipli T hüceyrələrin unikal alt qrupu mövcuddur. Normalda orqanizmi müdafiəsini tənzimləyən bu hüceyrələr risk qrupunda olan şəxslərdə fərqli davranaraq iki tənzimləyici zülal ifraz eləyir. Həmin zülallar insulini istehsal edən beta hüceyrələrə qarşı autoimmun hücumu gücləndirən genləri aktivləşdirir. Eyni dəyişikliklər hələ simptomları görünməyən, lakin birinci tip diabet riski yüksək olan insanlarda da qeydə alınıb. Tədqiqatın müəllifi professor Qolnaz Vahadi qeyd edir ki, bu anormal T hüceyrələri idarə edən siqnalların bloklanması gələcəkdə xəstəliyin başlanmasını ləngitmək və ya tamamilə qarşısını almaq imkanı yarada bilər. Bağırsaq xəstəliklərini kolonoskopiyasız aşkarlayan yeni texnologiya. Alimlər bağırsaq xəstəliklərinin ultra sürətli aşkarlanması üçün MedGel-BC adlı yeni diaqnostik platforma təqdim edib. ACS Sensor jurnalında yayımlanan tədqiqatda bakterial bioloji sensorların maqnetik xüsusiyyətli bio-uyğun hidrogel kapsullarına yerləşdirilməsi ilə xəstəlik markerlərinin cəmi bir neçə dəqiqəyə müəyyən olduğu bildirilib. Əvvəllər bu sensorların ağızdan qəbulu onların mədə turşusundan tez məhv olması və bağırsaq mikrobiotası ilə qarşılıqlı təsir riski səbəbindən məhdud idi. Yeni hidrogel strukturu isə bakteriyaların mədə mühitində 10 dəfə daha dayanıqlı olmasına və nəticələrin dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verib. Siçanlar üzərində aparılan sınaqlarda MedGel-BC bağırsaq qanaxmasını 20 dəqiqəyə aşkar edib. Bu göstərici adi biosensorla saatlar tələb edir. Platforma immun reaksiyaya səbəb olmayıb və heç bir yan təsir yaratmayıb. Tədqiqatçılar hesab edir ki, bu tip hidrogel kapsullar gələcəkdə bağırsaq xəstəliklərinin təhlükəsiz, qeyri-invaziv və sürətli diaqnostikasında yeni mərhələ yarada bilər. Çəki atan dərmanlar Alzheimerin qarşısını almır. Danimarkanın Novo Nordisk şirkəti arıqlama üçün istifadə edilən semaglutidin Alzheimer xəstəliyinin gedişini yavaşlatmadığını açıqlayıb. Dünya miqyasında real müşahidələrdən sonra başlanmış və 3800-dən çox xəstəni əhatə edən 2 geniş klinik sınaq gözləntiləri doğrultulmayıb. GLP-1 qrupu dərmanın təsiri plasebo ilə müqayisədə fərq yaratmayıb. 55-85 yaş arası yüngül idrak pozuntusu və ya erkən mərhələdə demensiyası olan xəstələrdə biomarkerlərdə müəyyən yaxınlaşma görülsə də, bu xəstəliyin inkişafını ləngitməyib. Böyük Britaniya Alzheimer Araşdırmaları Təşkilatı nümayəndələri nəticələri xəstələr üçün məyus edici adlandırıb.
Norveçdə fəaliyyət göstərən Holocare startapı cərrahiyyədə yeni mərhələ açan texnologiya təqdim edib. Şirkətin hazırladığı süni intellekt əsaslı sistem MRT və KT görüntülərini 10 dəqiqəyə 3 ölçülü orqan modelinə çevirir. Cərrahlar bu modeli virtual reallıq eynəkləri ilə araşdıra, orqanı böyüdə, döndərə və virtual alətlərlə kəsərək əməliyyatı əvvəlcədən planlaşdıra bilərlər. Mütəxəssislər bildirirlər ki, bu üsul həkimlərin eyni görüntünü müxtəlif cür şərh etməsinin qarşısını alır və komanda daxilində vahid qərar qəbulunu asanlaşdırır. Holocare'ın rəhbərliyi artıq bir neçə real əməliyyatda nəticələrin dəyişdiyini deyir. Bu üsulla cərrahi müdaxilə üçün yararsız hesab edilən bir xəstənin vəziyyəti 3D modelləşdirmədən sonra yenidən qiymətləndirilib və uğurlu əməliyyat mümkün olub. Texnologiya hazırda qaraciyər əməliyyatlarında təsdiqlənib və Norveç, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadakı xəstəxanalarda tətbiq edilib. Şirkət növbəti mərhələdə əməliyyat zamanı holoqramın birbaşa xəstənin bədəninə proyeksiya edildiyi real vaxtı bələdçi sistem üzərində çalışır. Nadir xəstəliyi olan 3 yaşlı oğlan həkimləri heyrətləndirdi. Kaliforniyalı 3 yaşlı Oliver Chu nadir irsi xəstəlik, Hunter sindromu diaqnozu ilə yaşayan ilk uşaqdır. Ona Manchesterdə gen terapiyası tətbiq edilib. Bu xəstəlik bədəndə və beyində sürətlə proqressiv zədələmələrə səbəb olur və ağır halda olan xəstələr çox vaxt 20 yaşa çatmadan dünyasını dəyişir. Oliverin orqanizmi xəstəlik səbəbindən həyati vacib IDC fermentini istehsal etməyib. Britaniya alimləri ilk dəfə olaraq onun kök hüceyrələrini laboratoriyada genetik olaraq dəyişdirib bədənə geri qaytarmaqla xəstəliyin inkişafını dayandırmağa çalışıb. Tədqiqatın rəhbərlərindən biri professor Simon Jones bildirib ki, belə nəticəni 20 il gözləyib. Bir il əvvəl başlanan prosedurdan sonra onda nəzərə çarpan irəliləyişlər müşahidə olunub. Ailəsi BBC-yə bildirib ki, Oliverin nitqi, hərəkət bacarıqları və ümumi inkişafı xeyli yaxşılaşıb. Ən mühüm dəyişikliklərdən biri isə onun artıq həftəlik ferment inyeksiyalarına ehtiyac duymamasıdır. Çünki lazımi fermenti orqanizmi özü istehsal eləyir. Manchester komandası bildirir ki, müalicə hələ izlənmə mərhələsindədir. Lakin ilkin nəticələr son dərəcə ümidvericidir. Cəmi bir prosedurla xəstəliyin gedişinin dayandırılması nadir genetik xəstəliklər üçün mühüm dönüş nöqtəsi sayıla bilər. Ağıllı saatlar istifadəçilər üçün riskli ola bilər. Son illər sağlamlıq üçün nəzərdə tutulan ağıllı saatlar, bilərziklər və üzüklər sürətlə populyarlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cihazlar istifadəçilər üçün risk yarada bilər. Rəqəmsal Tibb klubunun iclasında bildirilib ki, müasir cihazlar bəzən həyatı xilas etsələr də müvəqqəti təhlükəsizlik illüziyası yarada bilər. Məsələn, ürək ritmində dəyişiklik barədə xəbərdarlıq müəyyən hallarda vaxtında həkimə müraciətə səbəb olur. Amma cihaz heç bir problem göstərmirsə, insanlar tam sağlam olduqlarını düşünərək müayinədən yayınır. Ekspertlər həmçinin cihazların ölçmə dəqiqliyinin hələ də qeyri-stabil olduğunu vurğulayıb. Buna misal olaraq, Kanadada bir ildə Apple Watch-un avtomatik göndərdiyi 800 təcili yardım çağırışının 90%-i yanlış olub. Bununla belə bu cihazların faydalı tərəfləri də var. Onlar yuxunun ümumi keyfiyyətini, fiziki aktivliyi və addım sayını kifayət qədər dəqiq qeydə alır. Mütəxəssislərə görə bu məlumatlar insanın gündəlik sağlamlıq vərdişlərini nəzarətdə saxlamasına kömək eləyir. Avstraliyanın Flinders Universitetinin alimləri uzun müddətli araşdırma nəticəsində müəyyən ediblər ki, gündəlik adi çay içmək yaşlı qadınlarda sümük sıxlığını artırır. Tədqiqatda 65 yaşdan yuxarı 9704 qadın izlənilib və 10 il ərzində bud sümüyünün mineral sıxlığı ölçülüb. Nəticələr göstərib ki, çay içən qadınlarda sümük sıxlığı daha yüksəkdir. Qohə həvəskarlarında isə əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Hətta gündə 5 fincandan çox kofe içənlərdə sümük sıxlığında azalma müəyyən edilib. Alimlər bildirirlər ki, sümük sağlamlığını qorumaq üçün çaydan əlavə balanslı qidalanma, kifayət qədər kalsium və D vitamini qəbulu, aktiv həyat tərzi də vacibdir.
Qazlı içkilər qadınlarda bığ əmələ gətirir. Qadınlarda bığ və digər sərt tünd tüklərin əmələ gəlməsinin əsas səbəbi çox vaxt yanlış qidalanma və passiv həyat tərzi olur. Piraqov Universitetinin mama ginekologiya kafedrasının dosenti Olga Bratchikovanın sözlərinə görə qazlı içkilərin, fast foodun və sürətli karbohidratların həddindən artıq qəbulu orqanizmdə insulinə qarşı həssaslığı azaldır. Bu vəziyyət insulin rezistentlik adlanılır. Həkim bildirib ki, hüceyrələr insulinə cavab vermədikdə mədə-altı vəzi böyük miqdarda insulin ifraz etməyə başlayır. Yüksək insulin səviyyəsi isə yumurtalıqları normadan artıq kişi hormonları, əsasən testosteron istehsal eləyir. Məhz bu hormonun artması qadınlarda üst dodaq üzərində, çənədə, sinədə və qarında sərt tüklənməyə səbəb olur. Bu hal tipdə hirzutizm kimi tanınır. Brachkova qeyd edib ki, artıq çəki və insulin rezistentlik bu problemin ən yayılmış səbəbləri olsa da, digər amillər də istisna deyil.